Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə isə ucuzdur? Bununla bağlı bir araşdırma var. Qafqaz Müsəlmanları İdarəsi bu il bir zəvvarın 5950 Birləşmiş Ştatlar dollarına həccə aparır. Bir sıra vətəndaşlarımız Türkiyə və Gürcüstandakı şirkətlərdən daha ucuz qiymətə bilet alaraq onların xətti ilə ziyarətə getməyə hazırlaşırlar. Bu ölkələrdə 1700-2000 Birləşmiş Ştatları dolları ilə həccə getmək mümkündür. Maraqlıdır. Həccə getməyin xərci niyə bizdə yuxarı, qonşu ölkələrdə aşağıdır? Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri Modernaza bildirib ki, ucuz qiymətə aldanıb gedirlər. İndi kimsə ucuz qiymətə həccə gedirsə, deməli onlar hansısa xidmətlərdən məhrum olurlar. Onlara daha az xidmətlər göstərilir. Burada ucuz qiymətə aldanıb gedirlər, daha sonra orada peşman olurlar. Həccə lüks otellərdə gecələmək üçün getmir hər halda. Ora gedən zəvvar, çünki bu qədər müqəddəs bir yeri ziyarət etmək istəyir. Yəni Məkkənin ağırlığı çəkisi zaten elə adından bəllidir. Yox, ora gedən zəvvar orada dincəlmək üçün gedirsə, orada keyf çəkmək üçün gedirsə, bu başqa bir məsələ. Amma ki, insanlar var ki, ora ümumiyyətlə əhd eləyirlər və piyada aylarla yol gedirlər. Belə insanlar var. Çünki məqsəd ziyarətdir, məqsəd dincəlmək və relaks olmaq deyil bütün hallarda. Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin bu açıqlaması bir qədər də gülünc doğurdu və bu heç də əsaslı bir açıqlama deyil. Çox insan getmək istəyər həcc ziyarətinə, amma 10.000 manat deyəndə bəzilərinin arzusu ilə 10 ildə gömülür ürəklərində. Bugün heç də əksər Azərbaycan vətəndaşının 10.000 manata həcc ziyarətinə getmək imkanı yoxdur. Buna görə yemədən, içmədən, necə deyərlər, qəpiyin üzərinə yığmalıdır ki, birisi 2 ilə 3 ilə o pulu toplasın, amma yemədən, içmədən yaşamaq da mümkün deyil və komfort məsələsinə gələndə isə elə Türkiyə vasitəsilə də səfər eləyənlər, Gürcüstan vasitəsilə də səfər eləyənlər sonra gəlib danışırlar. Demək olar ki, eyni xidmət göstərilir onlara. Amma niyəsə bizim Qafqaz müsəlmanları qiyməti elə qoyur ki, dəvə belində olur qiymət. Əlivi uzat ki, ora çatacaq. Çat görüm necə çatırsan.